Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Siz dəyərli izləyicilərə salam deyirəm. Əqlaniyyətdən, ağıllılıqdan danışırdıq. Mən çalışacağım bu hissədə türkü, ərəbi, farsi əqlaniyyəti tutuşduraq. Əqlaniyyət yəni əqildən yararlanmaq. İnsanların, millətlərin, xalqlərin ağılları var. Amma bu ağıldan necə yararlanırlar, necə bunu istihdam eləyərlər, bəhrə aparalar, bu əqlaniyyətdir. O əsasda bu ağıllılıq ya əqlaniyyət millətlərin arasında fərqli ola bilərdi. Biz keçmiş hissədə türkü əqlaniyyətin bir sıra özgülüşlərindən ya xəsisələrindən sizinlə ortalığa qoyduq. Bir sıra ziyalı insanlar onlar ki mason dünyasına qulluq edirdilər, belə düşünürdülər ki İslam türk dünyasını dalı qoyubdu. Amma yeni bir düşüncə türk əqlaniyyətində qaynaqlandı, coşa gəldi. O da buydu ki eləmək olar İslamdan bir yeni bir baxışıq, yeni bir qəraət ilə modern dünya ilə barışmaq olsun. Türk dünyasında bu çağdaş zəmanədə Məsud Ərbəkan, Tayyib Ərdoğan belə bir düşüncəni irəli sürürlər. Hər halda biz çalışdıq ki, ərəb əqlaniyyətində ortalığa gətirək. Deyək ki, türk əqlaniyyəti ilə ərəb əqlaniyyəti elə bir fərqləri yoxdur. Bir-birlərinə çox yaxındırlar. Siz bu ərəb ölkələrinə baxsaz, getsəz, görərsiniz ki, Qətərdə, İmaratda, Kuveytdə, Ərəbistanın özündə nə inkişaflar, nə irəli sürməklər, nə tövsiyələr ittifaq düşübdür. Millətləri nə rifahın içində yaşayırlar. Bunlar hamısı ərəb əqlaniyyətinin yeni dünya ilə barışmağının əsasında hazırlanıbdır, planlaşıbdır. O əsasda bu sahədə bir sıra mütəfəkkirlər kitablar yazıblar, fikirlər yönəldiblər, ortalığa qoyublar. Onların ən birincisindən müasir zəmanədə Döktür Həsən Hənəfi idi. Döktür Həsən Hənəfi həmanıdır ki, o zaman Döktür şəriəti ilə görüş eləyir. İxvanilər ona komünist deyirlər, komünistlər ona ixvanı deyirlər. O, demək olar, İslamdan yeni bir qəraət ya söyləm ortalığa qoyur. Onun ən önəmli qayğısı ərəb əqlaniyyətində bu idi ki, biz necə eləyə bilərik ərəb əqlaniyyətini hürriyyətə çatdıraq, özgürlüklə biz onu barışdıraq. O əsasda bunun bütün əsərləri o əsasda gedir qabağa ki, ərəb əqlaniyyətinə bir hürriyyət, özgürlük bağışlasın. O sifəti ona artırır. İkinci mütəfəkkir Muhammed Abid Əl-Cabiridir. Muhammed Abid Əl-Cabiri bir Əlcəzairi, Fransəvi vətəndaş olan bir ziyalı, yazıcı bir insandır. Bu, demək olar, əqlaniyyəti iki yerə bölür. Bir Yunani əqlaniyyət vardı ki, çoxdur təbiəti sevəndir. İkincisi, ərəb əqlaniyyətidir ki, bu da əxlaqiyyatı qəbul edəndir. Onun ən qayğısı əqlaniyyətdə və düşüncə sahəsində budur ki, biz necə eləyə bilərik ərəb əqlaniyyətini əxlaqi bara gətirək, əxlaqi yaşadaq. Bunun çoxlu, bollu kitabları çıxıb eşiyə. O cümlədən bir dənə bunun kitabı var ki, İbn Xəldunla bağlıdır. Mən onu özüm tərcümə eləmişəm 466 səhifədə Əsəbiyyət və Dövlət əndişəyi İbn Xəldun. Mühimtərin nəzəriyyə İbn Xəldun در حوزه tarix ictimai adında kitabı Muhammed Abid Əl-Cabiridən mən tərcümə eləmişəm ya çevirmişəm.
Üçüncü mütəfəkkir və ziyalı insan ərəblərin içində bu çağdaş zamanədə demək olar Raşid Əl-Qunuşidir. Raşid Əl-Qunuşi həməndir ki, Tunisdə Hizb-i Ən-Nehzəni yola saldı. Həmənidir ki, Nüfel-Nüşatda Həzrəti İmam Xümeyni ilə görüş elədi. Və bu adamın bütün çabası, çalışması buna görədir ki, biz necə eləyə bilərik İslamdan bir siyasi, bir dövləti, bir düşüncə yaradaq. Necə eləyə bilərik siyasi dövləti, İslamı gətirək, ərəb əqlaniyyəti ilə barışdıraq. Bu düşüncənin əlbəttə bu adam tavanını da verir. Təzəlikdə bu adam tutuqlandı, o Qeysi. Tunisin rəis cümhuru da neynədi? Bunu həbsə salıbdı. Bu bir müəllimi fəlsəfə idi və bu konuda bunun çoxlu çalışmaları vardı. Dördüncü insan ki, mütəfəkkir ki, biz ondan ərəb əqlaniyyətinə çalışıbdı, yazıbdı, əsərlər yaraldıbdı, ad apara bilərik Nəsr Hamid Əbuzeydidir. Nəsr Hamid Əbuzeyd həmənidir ki, ərəb əqlaniyyətinə tarixi, hermenotiki, etizali gözlə baxırdı. Deyirdi ki, biz məktəb etizalını yenidən diriltməliyik, yenidən bir əqlaniyyət gətirməliyik, amma biz buna tarixi baxmalıyıq. Ərəbin əqlaniyyəti tarixidir, hermenotiki gözlə baxmalıyıq. Və bir sırada məqalələr, kitabları oldu. Nəqdül Xitab-ı-Dini adında, Minəl Camiət iləl Məhkəmə adında. Bunlar bais olundu ki, bu adam hətta Misirdə mürtəd elam olundu. Əl-Cihad Əfqanistan bunun qətl hökmünü verdi. Xanımı Yunus İbtihal ki, o danışgah Misirdə bunun demək olar ki, əməkdaşı idi. Onu da bunun əlindən alırdılar. O irtidat hökmünün əsasında, amma dünya çalışmaları əsasında onu Misirdən çıxartdılar eşiyə və getdi danışgah Leiden Hollandidə Quran kürsüsünü öhdəsinə götürdü. Orada çalışmalarını davam etdi. Neçə il bundan qabaq da dünyasını bu adam dəyişdi. Bütün kitabları da əlbəttə bizim ölkəmizdə çevrilibdir, işlənilibdir onun üstündə. Bu da beşinci mütəfəkkir ya ziyalı insan ki, ərəb əqlaniyyətini çalışıbdır ki, yeni dünya ilə barışdırsın, Muhammed Arkondur. Muhammed Arkon bir Əlcəzairidir, Fərənsəvi vətəndaşı olan bir insandır ki, orada iqamət eləyir. Bunun bütün çalışması buydu ki, biz qlobalizmlə necə barışa bilərik? Yəni, ərəb əqlaniyyəti qlobalizmlə necə barışa bilər? O, belə düşünürdü ki, əqlaniyyət kutsal ola bilməz. Buna görə ki, əqlaniyyət kutsal ola bilməz, əqlaniyyəti də hər zaman tənqid eləmək olar. Tənqid eləmək olar. Altıncısı, mütəfəkkiri ki, bu konuda çalışmalara başladı, demək olar Edvard Səididir. Edvard Səidi çoxlu o şərqşünaslıq kitabının əsasında tanıyırlar. Bu bir Məsihi ərəb ziyalı bir insan idi. Bunun təhcə sorğusu identifi, kimlik ya hüviyyət idi. Bu bir yerdə idi ki, bu Filistində idi. Həm ərəb idi demək olar, həm də ki, Məsihi idi. Gahdan da Misirdə də qalmışdı, Misirli deyildilər. Gahdan Amerikada qalmışdı, Amerikalı deyirdilər buna. O əsasda bu bir dənə kitab yazır ki, 2000-ci ildə bu çıxır eşiyə bu kitab, Out of Place adında, yəni məkandan eşdə. Bu kitabın önəmi elə o şərqşünaslıq kitabının önəmicə də var. Bu kitabda bunun o içərisində olan qayğısından pərdəpalaz götürür. O da budur ki, mən kiməm və mən haralıyam. Mən Filistində olanda müsəlmanların içində bir dənə Məsihi qəribəm. Amerikada olanda orada Məsihlərin içində bir ərəbi, yabancıyam ya qəribəm. O əsasda bu adam hüviyyət məsələsinə ya kimlikə çox önəm verirdi. O 20-ci yüzilin insanını
çox ona ürək yandırırdı. Deyirdi ki, bu 20-ci yüzil bir məlğəmə düzəlibdir. Bunun içində totalitarizm var, kommunizm var, marksizm var, liberalizm var. Bu məktəblər hamısı yığışıbdır bir yerdə, çalışıbdır ki, bu 20-ci yüzildə olan insanı neynəsin, qabağa yönətsin. Edward Said Batı dünyasının böyük tənqidçilərindən sayılırdı. Orada bir dənə böyük təzaddı bu adam kəşf eləmişdi. O təzad ibarət idi bundan ki, o deyirdi Batı dünyası, Şərq dünyasına, xüsusən İslam, Türk aləminə bunlar təhqir gözü ilə baxırdılar. Təhqir gözü ilə baxırdılar, sömürgəlik, istimar gözü ilə baxırdılar. Çalışırdılar ki, onları talasınlar. İkincisi də bu idi ki, həmişə həsrətdə qaldılar ki, axı bunlar təbiətlə, bu insanlar çox yaxşı davranırlar, çox yaxşı keçinirlər, onu ana kimi tuturlar, dost tuturlar. Bu paradoksi, bu təzaddı demək olar Qərb dünyasında Edward Said neyniydi, hiss eləyirdi. Edward Said roşənfikrin ən böyük görəvini bu bilirdi ki, qüdrətə bu gərək düz danışa. Yəni, yalan danışmamalıdır qüdrətə. Əlbəttə, qüdrətin qabağında tənqidçilik mövzəsini hər zaman bu adam nədir, saxlamalıydı. Demək olar ki, bu ərəb əqlaniyyəti belə bir mütəfəkkirlərin əsərlərinin sayəsində, gücündə gəlirlər bir para məmləkətlər qururlar ki, həm rifahları çox, həm sərvətləri çox, həm dünyanın gedişatı ilə, modern dünya ilə çox asan, rahatçılıq ilə neynirlər? Bunlar barışırlar. O əsasda biz dedik ki, türkü əqlaniyyətdə, ərəb əqlaniyyəti ilə neçə xəsisədə bunlar birlikdə gətirirlər. İndi də görürsünüz ki, türk dünyası ki, bir ənqa kimi qalxıbdır və modern dünya ilə barışıbdır. Demək olar, hər nə vardır ki, özü eləyə bilir, istehsal eləsin. Baxırıq, görürük ki, o iki əqlaniyyətin bir-birinə yaxınlaşmasından qaynaqlanır. Amma bizim üçüncü əqlaniyyətimiz də vardır, ondan da danışmalıyıq. O da Fars əqlaniyyətidir, ya Hindi, Məcusi əqlaniyyətidir. Bu əqlaniyyət əlbəttə ərəb əqlaniyyəti ilə, türk əqlaniyyəti ilə bir fərqli əqlaniyyət ortalığa qoyur ki, inşallah mən gələn hissədə bunu sizinlə açıqlayacağam. Sağ olasınız, səlamət qalasınız.